Salam əziz dostlar, mən Aysun. Bugün sizinlə birlikdə Səbai kitabxanasındayıq və bugün burada olmağımın səbəbi İtali həvəskarları və maraqlı kitablar rubrikasında iştirak etməyim. Bugün sizinlə birlikdə İsmail Şıxlının seçilmiş əsərlərindən olan Ölən Dünyam romanını təqdim etmək istəyirəm. Bu romanın əsas məqsədi keçmişlə gələcəyin toqquşmasını təzahür etməkdir. Belə ki, eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bu roman Azərbaycanın qədim adət-ənənələrini də bizə çatdırır. Belə ki, burada əsasən o dövrdə olan insanların dünya görüşü, onların həyata baxış tərzi göstərilir. Əsərin mahiyyəti əsasən oxucunu dərindən düşünməyə sövq etmişdir. Əgər bu kitabı, bu maraqlı romanı əldə etmək istəyirsinizsə, Səbai kitabxanasına yaxınlaşa bilərsiniz. Bu rubrikada iştirak etmək mənim üçün böyük fəxrdir. Sizləri də bura gözləyirik.